Əslində mənim üçün bir qədər təcrübli oldu. Sabahın hardasa bəlkə də rahat qələbəsi deyərdim. Düzdür, müəyyən epizodlarda Qarabağın üstünlüyü var idi, real gol imkanları da var idi. Amma ümumi götürəsi olsaq, Sabahın gol epizodları daha çox idi. Sabah daha istəkli görünən tərəf idi. İkinci yarı Sabah məncə daha çox. Daha istəkli görünən tərəf idi və son dönəmlər xüsusilə Sabahı qeyd etdin. Razılaşıram ki, Sabah yüksəlişdədir. Artıq səhv etmirəmsə 15-16 maçdır ki, komanda məğlub olmur. Kifayət qədər bizim Premyer Liqada kifayət qədər yaxşı göstəricidir. Bilirik ki, çempionata sabitliyi ilə bağlı klublarımız uzun müddətli çətinlik yaşayır. Sabahın bu sabitliyi alqışa layiqdir. Qarabağ tərəfindən baxası olsaq, Qarabağda eniş yaşandığı aşkar görünür. Ajax məğlubiyyətindən sonra hər nə qədər Araz Naxçıvan üzərində inamlı qələbə qazanılsa da, əslində bu oyuna da komanda pis başlamamışdı. Hesabda önə çıxdı, müəyyən gol epizodları var idi. Məncə oyunun qırılma nöqtəsi Braziliyalı futbolçu Montiel'in zədələnərək meydanı tərk etməsi oldu. İspaniyalı, üzr istəyirəm. Montiel'e qədər Qarabağ daha yaxşı idi meydanda. Çox səviyyəli futbolçu. Çox səviyyəli futbolçudur. Hətta deyərdim ki, sanki biri Marko Yankoviçlə də bağlı danışacağıq bir qədər sonra. Onun da bir canına qorxu salmış oldu həmin dəqiqələrdə oyunu ilə. Bütün orta sahanı deyərdim ki, ələ almışdı. Tribunalarda çox azarkeşlər var idi. Düşünürəm ki, o driblinqləri ilə, möhtəşəm hərəkətləri ilə o azarkeşlərin də haqqını verirdi hardasa. Təəssüf ki, erkən zədə ucundan erkən əvəzlənməli oldu. Məncə qırılma nöqtəsi hardasa həm də onun əvəzlənərək meydanı tərk etməsi oldu. Sənin fikirlərin maraqlıdır ki, yəni Qarabağ qədər təcrübəli bir komanda, üstünlüyü hesabda üstün, müəyyən gol epizodları var, amma yekunda hətta bərabərliyi belə qoruyub saxlaya bilmədi. Nə çatmadı? Qurban Qurbanovun hər hansı müdaxiləsi mi gecikdi? Ümumiyyətlə müdaxiləsi mi olmadı? Maraqlıdır fikirləri. Sözün açığı, Xanoğlan, dediyim kimi bu oyun elə bir oyunudur ki, yəni o psixoloji bariyeri ki var. Yorğunluq diqqət çəkirdi Qarabağda. Sən əslində yorğunluq olmağı normaldır. Çünki Avropadakı Çempionlar Liqasındakı templə, yəni Azərbaycan çempionatındakı temp, yəni demək olar ki, müqayisəyə gəlməz bir şeydir də. Elə ki, Göyəzan dağı ilə Everesti bir yerə qoyursan. Başa düşün nə demək istəyirəm? Yəni ona görə də, yəni bu elə bir bəlkə də o yorğunluq var, yoxdur. Onun sözün açığı tam olaraq deyə bilmərəm. Sadəcə məsəl üçün mənim diqqətimi bu çəkdi ki, bu oyunda Sabahın futbolçuları belə deyək də, o özünə inam ki var, hansı ki məsəl üçün Qarabağla oynayan digər komandalarda biz nəyə görürük? Hansı ki 200 etirməni eləməkdə belə çətin çəkirlər. Yəni o özünə inam sanki olmur futbolçularda. Amma Sabahda bu tamamilə fərqli idi. Sabah futbolçuları yəni rəqibdən çəkinmə və yaxud da o Çempionlar Liqasında o Benfica'ya, nə bilim Atletika, Kopenhagenə, nə bilim başqa Chelsea'yə qarşı oynayan Qarabağ yox, sırf milli çempionatda oynayan Qarabağa qarşı sanki hazırlaşmışdılar. Başa düşün nə demək istəyirəm? Çünki bir çox futbolçu, bir çox komanda bu psixologiya ilə yanaşır Qarabağa. Yəni çünki belə deyək də göz gördüyünə inanır. Amma və qeyd eləməliyik komandanın baş məşqçisinin, yəni Dambrauskası həqiqətən də... Bu arada artıq ilk şərhlər ilə həm də Dambrauskasla bağlıdır. 062 adlı izləyicimiz Sabah çox inkişaf edib. Sabahda Nərman Toral yoxdur. Baş məşqçi çox gözəl analiz etmişdi. Qarabağın müdafiəsi ilə hücum arasını qırmışdı. Elə Dambrauskasla bağlı danışırdın. Həm də Dambrauskasın Qurban Qurbanov üzərində qələbəsi kimi analiz etmək olarmı bu oyunu? Bilsən, belə deyim də sənə, məncə Dambrauskasın bugünə kimi gördüyü işlər həqiqətən təqdirə layiqdir. Amma çempionatın sonunu gözləmək məncə daha önəmlidir.